alkenlərin izahına. Deyirik ki, karbohidrogenlərimizi biz 2 hissəyə bölmüşdük. Doymuş, doymamış, alifatik, disiklik. Alifatiklərin, yəni açıq zəncirlilərin doymuşlarına aid idi alkanlar, doymamışına aiddir alken, alkadiyen, alkin. Biz bu günləri alifatik olub doymamış olan karbohidrogenlərimizi, yəni alkenlərimizi öyrənəcəyik. Alkenlər üçün deyirik ki, molekulunda karbon atomları arasında 2 qat rabitə olan karbohidrogenlərimiz alkenlərimizdir. Doymamış karbohidrogenlərimizin nümayəndəsi alkenlərimizdir. Yəni alkenlərimizin tərkibində bir dənə 2 qat rabitə var. Alkenlərin ümumi formulunu CN H2N ilə ifadə edirik. Karbon-karbon arası 2 qat rabitə var. Yəni tərkibində 2 karbon atomu arasında bir dənə 2 qat rabitə olmalıdır, açıq zəncirlidirlər. Alkenlərin quruluş formulunu göstərəndə bu cür də göstərə bilərik. Karbon 2 qat rabitə karbon, bura hidrogen, bura hidrogen, hidrogen, hidrogen. İndi bu hidrogenlər yenə karbon atomları radikalları ilə birləşə bilər və yaxud da 2 qat rabitədirsə, deməli 4 dənə elektron var. Düzdür? Bir dənə rabitə 2 dənə elektron deməkdir. 2 qat rabitədirsə 4 dənə elektronu var deməkdir. Deyirik ki, alkenlərdə 2 qat rabitəsi olan karbon atomları biz kimyəvi rabitə dərsindən də bildiyimiz kimi sp2 hibridləşmə vəziyyətindədir. 2 qat rabitənin biri siqmadır, biri pidir. Sizə sual verəcəklər ki, alkenlərdə pi rabitə hansı orbitalların yaranmasına hesabına yaranır? Ümumiyyətlə pi orbitalı istəyir alken olsun, istəyir alkadiyen olsun, istəyir benzol olsun, fərqi yoxdur. Pi rabitə hər zaman pp orbitallarının yaranması hesabına, pp orbitalları hesabına yaranır. Bunu əzbər yadda saxlayırıq. 2 qat rabitədəki siqma rabitənin isə biri sp2 sp2 arasında, yəni sp2 orbitallarının örtülməsi hesabına yaranır. sp2 orbitalı olan karbon atomlarımız arasındakı bucağımız 120 dərəcə olur. Arasındakı nanometrimiz 0,134, yəni rabitənin uzunluğu 0,134 olur. Alkanlarda 0,154 nanometr idi. Amma 2 qat rabitə olanlarda 0,134-dür. Daha sonra keçirik karbonun sayına görə, yəni ümumi formulumuza görə hesablamalarımıza. Bunları deyirik, başa düşdük ki, ümumi formulu CnH2-dir. 2 qat rabitəsi olan karbon atomları kimyəvi rabitə dərsindən bildiyimiz kimi sp2 hibridləşmə vəziyyətindədir. Aralarındakı bucaq 120 dərəcədir. Rabitənin uzunluğu 0,134 nanometrdir. Pi rabitə hansı orbitalların hesabına yaranır? P orbitallarının örtülməsi hesabına yaranır. 2 qat rabitəsi olan karbon atomlarında biri pidir, biri siqmadır. Bəs siqma rabitə nəyin hesabına yaranır? sp2 sp2-nin örtülməsi hesabına yaranır. İndi isə CnH2-nə uyğun formuluna uyğun hesablamalara baxaq. Bizə desə ki, nisbi molekul kütləsi bilirik ki, karbon 12-dir. 12-nin üzərinə gələcəyik 2-n olur 14-ün nisbi molekul kütləsi. Bizə desə ki, proton sayı karbonda 6-dır deyə 6n üstəgəl 2n olur 8n. Bizə desə neytron sayı, biz bilirik ki, yalnız karbondadır neytronumuz, ona görə elə 6n. Bizə desə ki, ümumi atom sayı n dənə karbondadır, 2n də hidrogendədir, toplayanda olur 3n. Bizə desə ki, siqma rabitə sayı, biz demişik ki, bütün alifatik, yəni açıq quruluşlu karbohidrogenlərimizdə karbon arası siqma rabitə karbonun sayından bir vahid azdır, yəni n-1-dir. Karbon-hidrogen arası siqma rabitə alifatiklərin hamısında, disikliklərdə ilə karbonun sayına bərabərdir. Baxın, vurğulaya deyirəm. Alifatiklərdə, yəni alkanlarda, alkenlərdə, alkadiyenlərdə n-1-dir. Karbonun sayından bir vahid azdır. Karbon-hidrogen arası hər iki variantda hidrogenin sayına bərabərdir. Disikliklərdə isə, yəni diskul alkanlarla benzolda karbonun sayına bərabərdir siqma rabitə. Deməli, burada n-1
Karbon-karbon arası siqmadır. 2N isə karbon-hidrogen arasıdır. Ümumi siqma rabitə desə 3N-1 deyəcəyik. Biz bilirik ki, bir dənə də bizim pi rabitəmiz var. Düzdür? Sizdə desə ümumi rabitə, onda ümumi rabitə sayı 3N-dir. Siqma rabitə desə 3N-1. Pi rabitə desə 1 dənədir. Desək ki, sizə qeyri-polyar rabitə desə karbon arasındakı xəttlərin sayı, yəni N-1 siqma rabitə qeyri-polyardır. Bir dənə də pi rabitə qeyri-polyar deyə ümumilikdə N dənə qeyri-polyar rabitə var. Polyar rabitə desə hidrogenin sayı, yəni 2N-dir. Bunlar oldu bizim hesablamalarımız. Sonra keçirik hibrid orbitalı, qeyri-hibrid orbitalı sayına. Sizə desə ki, ümumiyyətlə orbitalların sayı istənilən karbohidrogendə orbital sayı sözü deyirsə, orada hibrid və yaxud da qeyri-hibrid yazılmayıbsa, orbitalı sayı deyirsə və yaxud da deyirsə, rabitə əmələ gəlmədə iştirak edən elektron sayı eyni şeydir. Bu zaman karbonun sayını vurursunuz 4-ə, üstünə hidrogenin sayını gəlirsiniz. İndi alkanlarda CnH2n-dirsə, ümumi orbitalı sayı olacaq 4N üstəgəl 2N, yəni 6N. Amma sizə desə hibrid orbitalı sayı hibrid. Bu zaman karbonun sayını vurursunuz 4-ə, çıxırsınız 2pi-ni. Karbondan N dənədir deyə olur 4N, çıxılsın pi rabitədən də 1 dənədir deyə 2 vurulsun 1. Yəni 4N-2 hibrid orbitalıdır. Qeyri-hibrid deyirsə, bu zaman hidrogenin sayının, yəni 2N-in üzərinə gəlirsiniz 2pi. O da olur 2N plus 2. Ümumilikdə də 6N olur. Aydın oldu. Bunların hər birini bilməliyik. Sonra bu oldu bizim formulumuza uyğun hesablamalarımız. İndi bu dediklərimə uyğun olaraq bir dənə alkənə aid misal verirəm. Hər kəs tez bir zamanda yazıb atsın mənə. Sonra alkanların adlandırılmasına, izomerliyinə alınmasına keçək. Alkenlərin adlandırılmasına. Alkenlərin adlandırılmasında 3 cür addan istifadə olunur. İlk adlandırılması onun tarixi, yəni trivial adlandırılmasıdır. Tarixi və yaxud da trivial adlandırılmada deyirik ki, alkanların sonundakı an sözünü götürüb əvəzinə N şəkilçisini əlavə edirik. Və yaxud da ilen şəkilçisini əlavə edirik. Biz bilirik ki, alkenlərdə N-in sayı böyük bərabərdir 2-dir. Yəni alkanlarda CH4, karbonun sayı 1 olan var, amma alkenlərdə yoxdur. Alkanlarda C2H6, yəni etan var, alkenlərdə artıq o olur C2H4. Etanın adı etan idi. Alkenə çevriləndə ya deməlisiniz an şəkilçisini götürüb N eləməlisiniz eten, ya da ki, N-i götürüb əvəzinə yazmalısınız etilen. Və yaxud da propanda C3H8-də propandakı anı götürüb yazırsınız C3H6-ya propen və yaxud da propilen. İlen şəkilçisi əlavə edirsiniz. Daha sonra bunları eyni ilə bu cür adlandırırsınız. C4H10-da butilen. Bir dənə bizim burada istisnamız var ki, C5H12-də deyirik ki, pentan. Düzdür. Amma C5H10-a isə biz artıq pentilen demirik. Amilen deyirik. Bunu əzbər bilməlisiniz. Ki, burada belə bir istisnamız var ki, karbonun sayı 5 olan, yəni pentanda anı götürüb N əlavə eləmirik, ilen əlavə eləmirik, amilen deyirik. Sonra oldu bizim tarixi adlandırılmamız. Keçirik səmərəli adlandırılmamıza. Səmərəli, yəni rasional adlandırılmada, rasional adı da ola bilər. Adlandırılmada biz etilenin törəməsi kimi baxırıq. Alkanlarda nəyin törəməsi kimi baxırdıq? Metanın törəməsi kimi baxırdıq. Amma alkenlərdə etilenin törəməsi kimi baxırıq. Yəni, 2 qat rabitədəki olan karbon atomlarını işarələyirik. Misal üçün deyirik CH3, CH, CH2. Bu maddəni adlandıranda biz bilməliyik ki, bunun rəngini dəyişim. Baxın, bu hissə, qara ilə işarələdiyim hissə etilendir. Buna birləşən radikalların adını deyib, sonda etilen sözünü deyəcəyik. Hansı radikal birləşib? Metil radikalı. Onda adı nə olacaq? Metil etilen. Bitdi. Və yaxud da başqa bir misal yazaq.
Misal üçün yazaq, SH3-ün yerinə S2H5. Bu zaman olacaq etil etilen. Bir dənə burada bir məsələ var ki, adlandıranda biz deyirik simmetrik və qeyri-simmetrik. Simmetrik və qeyri-simmetrik necə anlayışdır? Baxın, sizin üçün 2 maddə yazıram. Bir bu maddəni, bir də yazacağam. Birinci yazdığım simmetrikdir, ikinci yazdığım qeyri-simmetrikdir. Niyə? Çünki baxın yazanda etilik kimi işarələyəndə necə? Qatyanın üst-üstə düşürsə mən onu deyim. Hə, o heç elədir, üst-üstə düşür. Həm də ki bilməlisiniz ki, bizim radikallarımız, SH3-lərimiz hərəsi 2 qat rabitənin bir tərəfindədirsə, bu simmetrikdir. Amma digərinə baxın, radikalların ikisi də eyni karbon atomuna birləşib. Artıq bu olasıdır qeyri-simmetrik. Aydın oldu? Bəli. Sonra bunları bildik. Amma artıq radikalın sayı 2-dən artıq olanda, 3 dənə, 4 dənə olanda artıq orada simmetrik və qeyri-simmetrik sözü işlədilmir. Amma radikalın sayı 2 dənə olanda, yəni 2 qat rabitəsi olan karbon atomlarının 2 dənə radikal birləşəndə burada simmetrik sözü birləşir. 2 dənə radikaldırsa, hərəsi birinə birləşibsə, buna simmetrik deyirik. İkisi də eyni karbon atomuna birləşibsə, buna qeyri-simmetrik deyirik. Amma artıq radikalın sayı 3-4 olduqda ona artıq simmetrik və qeyri-simmetrik sözündən istifadə etmirik. Misal üçün deyək, artıq burada simmetrik və yaxud da qeyri-simmetrik olmasından istifadə etməyəcəyik. Çünki burada artıq 3 dənə radikal var. Eləcə deyirik trimetil etilen. Amma buradakı SH3-ü silsəydim, burada artıq istifadə etməli idi. Deyəcəkdik ki, simmetrik dimetil etilen. Yəni sən bilməlisən ki, bu radikallar hərəsi birinə birləşibdir. Yox, bu SH3-ü gətirsəydim bura, burada artıq deyəcəkdim qeyri-simmetrik. Bilməlisən ki, ikisi də eyni yerə birləşibdir. Sonra bunları bildik alkenlərin səmərəli adlandırılmasına. Sonra keçirik sonuncusuna. Beynəlxalq və yaxud da sistematik adlandırma. Beynəlxalq və sistematik adlandırma alkanların adlandırılması ilə eynidir demək olar. Tək fərqimiz odur ki, 2 qat rabitəsi olan karbon atomunu nömrəsini sonda deməliyik. Yəni tək fərqi, əsas fərqi budur. Yəni necə? Alkenlərdən bilirik deyə çox uzatmayacağam bir-bir. Bir misal verəcəm, bunun üzərindən baxacağıq. Misal üçün, sonra sizə də birini verəcəm ki, adlandırım. Alkanlarda olduğu kimi ən uzun karbon zənciri seçilir. Ən uzun karbon zənciri nömrələnir. Nömrələndikdən sonra kiçik radikaldan başlayaraq radikalın birləşdiyi karbon atomu, yəni bax, radikal nədir? SH3 hansı karbon atomuna birləşib? 4-cü karbon atomuna birləşib. Yazıram metil. Ən uzun karbon zəncirində olan karbonun sayı 5 dənədir deyə pentandakı anı çıxardıb penten edirik. Yazırıq penten 2 qat rabitə neçənci karbon atomuna birləşib? Görürəm ki, 2-ci karbon atomu 2-ci karbon atomundadır deyə penten 2. Və yaxud da başqa bir misal deyək, elə bunun üzərində dəyişək. Biraz uzadaq. Misal üçün desəm bunu adlandırın. Yenə ən uzun karbon zəncirini seçəcəyik. 5, 6, 7. Artıq bizim bilirik ki, ən uzun zəncirdə 2 dənə radikalımız var. Biri 4-ə birləşib, biri 6-ya birləşib. Ona görə deyirəm ki, 4, 6 dimetil. 4, 6 dimetil. Neçə oldu? 7 dənə oldu. 7 dənənin adı nə idi? Heptan. Burada deyəcəm hepten 2. Bilməlisiniz ki, 2 qat rabitə yaxın olan tərəfdən nömrədir. Bu da oldu bizim Bəli. Birində 2 qat daha yaxındır. Ora baxacaq, sonra zəncirə baxacaq. Bəli. 2 qat rabitə yaxın olan tərəfə birinci baxacaqsınız. Sonra şaxələnməsinə ki, hansı tərəfdə şaxələnibdir. Misal üçün,
hər iki tərəfdən sayanda iki qat rabitə eyni vəziyyətdədirsə, sən bilməlisən ki, bu zaman şaxələnmə çox olan tərəfdəndir. Aydın oldu, Təhmasib? Bəli. Afərin. Sonra keçək izomerlik hadisəsinə. Axırda adlandırmaya aid misal verəcəm. İzomerlik hadisəsinə görə alkenlərdə izomerliyimiz karbon zəncirinin quruluşuna görə, iki qat rabitənin vəziyyətinə görə, asimetrik karbon atomunun olub-olmamasına görə optik izomerlik və fəzza izomerliyi, bir də siniflərarası izomerlik var. 5 dənə izomerlik saydım. İndi başlayaq karbon zəncirinin quruluşuna görə. Misal üçün buten 1-i yazaq. Bunun beynəlxalq adı olur buten 1. Amma mən bunu götürüb dəyişib bu forma yazsam, yenə iki qat rabitə birinci karbon atomundadır. Amma karbon zəncirindəki radikal gəldi 2-yə, yəni dəyişdi. Artıq bunun adı olacaq 3 metil propen 1. Görürük ki, daha doğrusu propen 1-i yazmağa ehtiyac yoxdur. Biz bilirik ki, propenlərdə nömrəni qoymağa ehtiyac yoxdur. Artıq görürük ki, nə oldu? Karbon zənciri dəyişdi. Bu da oldu karbon zəncirinin quruluşuna görə izomerlik. İki qat rabitə hər ikisində birinci karbon atomundadır, amma quruluş fərqlidir. Birinin adı buten 1-dir, digəri isə 3 metil propendir. İki qat rabitənin vəziyyətinə görə baxın, eynisini yazırıq. Buten 1-i yazmışdıq, düzdür? İki qat rabitənin vəziyyətinə görə deyirəm buten 2. Buten 1-imizi gözləyin, təzədən yazaq. Bu bizim nədir? Buten 1-imizdir. Amma mən bu iki qat rabitəni götürüb gətirsəm bu ikinci olacaq buten 2. Deməli, bu nəyə görə izomerlik oldu? İki qat rabitənin vəziyyətinə görə izomerlik oldu. Zəncirin quruluşuna görə iki qat rabitənin yeri dəyişmirsə, birinci karbon atomundadırsa, elə birinci karbon atomunda qalırsa, zəncir dəyişirsə, bu olur karbon zəncirinin quruluşuna görə. Yox, əgər buradakı kimi iki qat rabitənin yeri dəyişirsə, buna deyirik iki qat rabitənin yerinə görə izomerlik. Asimetrik karbon atomu o deməkdir ki, bir karbon atomuna müxtəlif 4 dənə radikal birləşibdir. Alkenlərdə ən az karbon atomu olan hansı maddədə asimetrik var? Bu kimi suallar düşəcək. Ən az karbon atomlu asimetrik alkenimiz baxın budur. Həmişə bir dənə karbon götürürsünüz. Alkenlərdə mütləqdir ki, vinil radikalı olsun. Yəni iki qat rabit olan radikal olsun. Mütləqdir ki, ən az karbon atomu dediyinə görə birinə hidrogeni birləşdirirəm. Artıq baxın, bu karbon atomunu işarələdiyimdən 2 xətt çıxdı. Başqa nə radikal birləşdirə bilərəm ki, karbonun sayı ən az olsun? CH3-ü birləşdirə bilərəm. Fərqli olsun deyə və karbonun sayı ən az olsun deyə birləşdirə bilərəm CH5-i. Və bu çox sual düşür. Test topluda görəcəksiniz. Deyir ki, asimetrik karbon atomu olan karbonun sayı ən az olan alken. Baxın, bu maddədir. Bir dənə karbonu götürürəm. Bir tərəfinə vinili birləşdirirəm. Alkendirsə mütləqdir ki, onun tərkibində vinil olmalıdır. Ən az dediyinə görə birinə hidrogeni birləşdirirəm. Sonra nə birləşdirə bilərəm? CH3 ilə CH5-i. Ona görə bu maddə olur. Aydın oldu? Müəllimə, orada CH5-in yerinə CH3 birləşsək, Yaza bilmərəm, axı asimetrik eyni olmur. radikal olacaq. CH3, Hə. CH3 eyni radikal olacaq. Asimetrik karbon atomu deməkdir ki, müxtəlif radikal olsun. Ona görə birləşdirə bilmərəm. Aydın oldu? Bilmirəm. Buna aid çoxlu sual var. Beyninizə yazın bu maddəni. Bilin ki, bu maddə nədir? Yəni, buna aid çoxlu sual olacaq. Bu da oldu bizim asimetrik karbon atomu olan ən az karbon atomlu alkenimiz. Bəli. Bu sonra karbon koydunuz, 4 dənə rabitə birləşdirdiniz. Onda mən bu rabitəyə iki qat birləşdirmərəm də. İki qat rabitəsi olan karbon atomu asimetrik ola bilməz. Həm də alken deyir axı. Sənə alken deyirsə, 2 dənə iki qat rabitə ola bilməz axı. Bax, bir tərəfinə birləşdirmişəm. Bəli, artıq ora bir dənə də iki qat rabitəli maddə birləşdirsəm, o alkadiyen olasıdır. O demirdim mən. Nə edirdim? Bildiyin əsas odur nə idi? Orada mən siz yazmışsınız alkan, o asimetrik. O da CH2 arasında rabitə var. İndi rabitəni çıxartsın, bu asimetriklə CH arasına qoysun.
Nə deyirəm, Bu bayağı asimetrik önəmli. karbon atomunda 2 qat rabiti ola bilməz. Axı Çünki 3 buna dənə 4 olur deyə, dənə yoxsa radikal birləşməlidir. 4 dənə radikal asimetrik qaydası birləşməlidir 4 deyə dənə. mən bura Doğru, bildim. gətirsəm olmayacaq axı, 5 dənə olur. Bildim. Bildin? Ümumiyyətlə, asimetrik karbon atomunda 2 qat, 3 qat rabiti ola bilməz. Həmişə tək qatlı ki, ona 4 fərqli radikal birləşə bilsin. Çünki bir karbon atomundan 4 dənə xətt çıxır maksimum. Həmin 4 dənə xəttdə də birləşən radikallar fərqli olmalıdır ki, o asimetrik olsun. Sonra gəldik alkenlərdə hər kəsin beynini qarışdıran əsas məsələyə. Həndəsi izomerliyi, yəni cis və trans izomerliyə. Bir dənə alkenimizi yazırıq. Hər kəsin bu beynini qarışdırır. Baxın, bu bizim hansı maddəmizdir? Buten 2-mizdir. Buten 1-imizdə izomerlik yoxdur. Niyə yoxdur? Baxın, izomerlik 2 qat rabitədəki karbon atomunu işarələyirsiniz. Həmin karbon atomlarının hər hansı birinə 2 eyni radikal birləşibsə, orada izomerlik ola bilməz. Baxın, bu karbon atomuna 2 dənə hidrogen atomu birləşib. Eyni radikaldırmı? Bəli. Mən uşaqlara deyirəm, yadda saxlayın. Misal üçün, buten 1 deyirsə, burada izomerlik yoxdur. Penten 1 deyirsə, izomerlik yoxdur. Çünki orada 2 qat rabitədə artıq CH2 olacaq. Bu karbon atomuna 2 dənə hidrogen birləşibsə, orada izomerlik olmayasıdır. Bunu əzbər yadda saxlayın. Birlərdə yoxdur izomerlik. Bu cis izomerdir. Trans izomerdə götürürsünüz hidrogenlə, dəyişirəm. CH3-ün yerini dəyişirsiniz. Əgər CH3-lər eyni tərəfdə, hidrogenlər eyni tərəfdədirsə, bu cis izomerdir. Fərqli tərəfdədirsə, trans izomerdir. Uşaqların ən çox qarışdırdığı məsələlərdən də biri budur ki, mən bura CH5 yazanda elə bilirlər izomerlik olmayacaq. Olacaq, bu da trans izomerdir. Əgər C2H5 ilə CH3 eyni tərəfdədirsə, bu cis izomerdir, müxtəlif tərəfdədirsə trans izomerdir. Mənə mütləqdir ki, bu karbon atomlarının hərəsinə birləşən eyni radikal bir dənə olsun. Digər ikisi eyni olmasa da olar. Burada eynilərimiz hidrogendir. Mən buradakı hidrogenlərə görə burada cis və trans izomerliyi əmələ gətirirəm. Hidrogenlər eyni tərəfdədirsə cisdir, müxtəlif tərəfdədirsə transdır. Yəni bu ikisi, digər ikisi fərqli ola bilər. Bunu bilməlisiniz. Bir karbon atomuna 2 eyni radikal birləşə bilməz. Misal üçün, mən bura birinə CH3 birləşdirsəm, burada cis transdan söhbət edə bilmərəm. Çünki bu karbon atomunun 2 dənə eyni radikal oldu. 2 eyni radikal ola bilməz. Müxtəlif radikal olmalıdır. Bir də bilin ki, bu karbon atomu ilə bu karbon atomuna birləşən radikalların ikisi eyni olanda ikisi fərqli də ola bilər. Daha sonra bu oldu bizim cis və trans izomerliyimiz. Buten 1-də trans izomerlik, cis trans yoxdur. Penten 1-də yoxdur. Heksen 1-də yoxdur. Çünki birinci karbon atomu CH2-dir ona görə. Bir də biz tiskul alkanlarda da keçdiyimiz kimi bilirik ki, alkenlərlə tiskul alkanlar arasında cis və trans izomerliyi mövcuddur. Üzrü siniflər arası izomerliyi mövcuddur. Onu da artıq bilirsiniz onsuz. Hər ikisinin formulu CnH2-dir. Biri doymamışdır, biri alfa, tisklikdir. Sonra keçirik alkenlərin alınmasına. Alkenlərin alınması dedikdə deyirik ki, ilk öncə təbii qazın sənayedə alınması üsullarında. Təbii qazın pirolizindən, yəni təbii qazın 97%-ni təşkil edir CH4, yəni metan, 500-650 dərəcədə nəyə parçalanır? C2H4-ə və hidrogen qazına. Və yaxud da hər hansı bir alkandır. Əsasən karbonun sayı 2 ilə 5 arası olanları deyirik. Yəni CnH2+2-dir. Etanımız parçalanması C2H6-dır. Yazaq da. Deməli, alkanlarımızın tərkibindən 1 mol hidrogen çıxanda çevrilirlər nəyə? Alkenlərə. Sonra bu bizim olur alkanlarımızın dehidrogenləşməsi. Təqribən 2 ilə karbonun sayı 2 və 5 arası olanları bu üsuldan ala bilirəm.
Amma karbonun sayı yüksək olan alkanlarımız, misal üçün oktandan, C8H18-dən artıq alken almaq üçün istifadə edirəm kreking və yaxud da pirolizdən. Yəni Alkan bir alkan. C8H18-in bir parçalanmasından. Biz bilirik ki, yüksək molekul kütləli alkanlar bir dənə parçalanır alkenə, bir də alınır alkan. Yəni buradan alınacaq C4H10 və C4H8. Bu digər saydıqlarımdan elə 1 mol hidrogeni çıxarmaqla rahatlıqla alıram. Amma bu C8-dir, sonra nə bilim digərləridir, C36-dır. Onlardan alken almağı üçün 2 yerə bölürəm də elə bilin. Biri olur alkan, biri olur alken. Bu da həm də alınması üsulu alkanların özlərinin də yüksək molekul quruluşlu alkanlardan kiçik molekul quruluşlu alkanların alınması üsuludur. Breaking də deyirik. Sonra bunlar oldu bizim sənayedə alınma üsullarımız. Keçirik laboratoriyada alınma üsullarımıza. Laboratoriyada alınma üsullarımızın ilki deyirik ki, doymuş alifatik bir atomlu spirtlərin qatı sulfat turşusu iştirakı ilə 140 dərəcədən yuxarı temperaturda dehidratlaşmasından alınır. Ümumi şəkildə deyirik CnH2n+1OH, yəni bir atomlu spirtimiz sulfat turşusu iştirakında mütləq yazılmalıdır sulfat turşusu. Buradan alınır CnH2n və su. Daha sonra buna aid dedik ki, sulfatla girəndə alken və su alınır. Misal üçün elə C2H5-i deyirik. C2H5OH-dan alınır C2H4 və su. Daha sonra digər alkenlərimiz də təbii ki, buna alkenlərin alınmasında bu üsulla ala bilirik. Daha sonra keçirik nəyə? Deyirik ki, alkanların monohalogenli törəmələrinin kalium OH-ın spirtə məhlulu ilə reaksiyasından alken alırdıq. Yadımıza salırıq. Elə üzrü sayın. Düzdür. Kalium OH-ın spirtə məhlulu ilə alken alırıq. Elə bilirəm spirtləri başa salıram. Ardınca da deyəcəkdim ki, sizə suda məhlulu ilə spirt alırıq. Bəli, spirtdə məhlulu ilə alırıq alken. Ağlım getdi spirtə. Spirt yazdım axı ona görə. CH, flor, CH2, CH3. Bunun üzərinə kalium OH-ın spirtdə məhlulunu yazsam, buradan alınasıdır nə? Alkenimiz kalium xlorumuz və suyumuz. Əgər mən bura spirt yerinə su yazsaydım, elə spirtin özü alınırdı. Aydın oldu. Yəni bu da ağlınızda bulunsun ki, burada spirt yerinə su olsa sizi çaşdırmasın. Su olanda artıq başqa bir maddə alınır. Spirt alınır. Spirt dərsində onu keçəcəyik yəni. İkiqat niyə bu tərəfdə oldu ki? Nə? İkiqat niyə bu tərəfdə oldu ki? İkiqat rabitə yadda saxlaq. Flor atomundakı bu rabitə elə bil qırılır. Gəlir bu hidrogeni az olan tərəfə. Bu burada 2 dənə hidrogeni daxil. Sən hidrogeni az olan tərəfə verməlisən, 2 olan tərəfə verməlisən. Bildim. Bildin? Aydın oldu. Ona görə də buradan alınır buten 2. Hidrogeni az olan tərəfə gedir. Təmasib qəşəng sual verdi. Sonra buradan keçirik davamına. Deyirik ki, alkanların dihalogenli törəmələrinə sink metalı ilə təsir etdikdə. Biz bilirik ki, alkanların dihalogenli törəmələrinə sink metalı ilə təsir etdikdə diskl alkan da alınırdı. Bəs fərqi nədir? Diskl alkanların alınması üçün şərtimiz o idi ki, karbon atomları arasındakı ən azı bir dənə karbon fərqi olsun. Amma diskl alkenlərdə isə fərq olmamalıdır, yan-yana olmalıdırlar. Yəni, flor atomu nədir? Yan-yanadır. Sink metalı ilə təsir edəndə artıq buradan alacağım C2H4, yəni CH2, CH2. Baxın, əsas məsələ nədir? Qarışdırmamaq üçün. Alkanların monohalogenli törəmələrinə kalium OH-ın spirtdə məhlulu təsir etməklə alken alırıq. Suda məhlulu təsir etməklə spirtin özünü alırıq. Yox, əgər dihalogenli törəmələridə ona sink metalı ilə təsir edəndə şərtim olmalıdır ki, halogen atomları yan-yana yerləşsin. Bu zaman alken alırıq. Yan-yana olmasalar, aralarında fərqi olsa diskl alkan. Bunları bilməlisiniz. Daha sonra bunları bildik. Təbii ki, bilməlisiniz ki, orada
deyirəm ki, alkanların monohalogenli törəmələrinin qələvinin suda məhlulu ilə təsirindən. Burada natrium OH da ola bilər, kalium OH da ola bilər. Natrium OH qoyub çaşmayın da, yəni natrium OH da ola bilər. Bu oldu bizim alkenlərimizin alınması üsulları. Alkenlərimizin sənayedə alınması üsuluna aiddir. Piroliz üsulumuz, metandan CH4-ün və hidrogenin alınması 500-650 dərəcədə və yaxud da CH6-dan sıxıram 1 mol hidrogeni, CH4 və hidrogen qazı alıram. Cracking üsulumuz, yüksək molekul kütləli alkanlardan həm alkan, həm alken alıram. Bu olur bizim sənayedə alınma üsulumuz. Laboratoriyada alınma üsulumuz, spirtlərin sulfat turşusu iştirakı ilə dehidratlaşması, alkanların monohalogenli törəmələrinin qələvinin spirtdə məhlulu ilə, əsas da qələvi kalium OH götürülür. Kalium OH-ın spirtdə məhlulu ilə reaksiyasından və dihalogenli törəmələrin sink metalı ilə reaksiyasından şərtimiz olmalıdır ki, flor atomları, yəni halogen atomları yan-yana yerləşsin. Yan-yana yerləşməsə almaq olmaz. Bu da oldu bizim alkenlərin alınması üsullarımız. Alkenlərin alınması üsullarımızdan sonra təbii ki, gəlir fiziki və kimyəvi xassələri. Fiziki xassələrinə gəldikdə alkenlərimiz deyirik ki, C2H4 ilə C4H8 arası qaz, C5-dən 17-yə qədər maye, digərləri isə bərk halda olanlardır. Kimyəvi xassələri, təbii ki, molekul kütlələri artdıqca ərimə, qaynama, sıxlıqları artır, izomerlərinin sayı artır və s. Kimyəvi xassələrinə gəldikdə isə alkenlərimiz üçün birləşmə, oksidləşmə, polimerləşmə reaksiyaları xarakterikdir. Bu dediyim reaksiyalarımız pi rabitənin qırılması hesabına baş verir. Gəlirik ilk öncə birləşmə reaksiyalarına. Birləşmə reaksiyaları dedikdə deyirik ki, misal üçün CH2, 2 qat rabitə CH2-nin üzərinə hidrogen gəldikdə birləşmə reaksiyasına daxil olub katalizator iştirakında. Baxın, bu sual kimi düşürsə ki, bu aşağıdakı reaksiyalardan hansı katalizator iştirakında gedir? Yadda saxlayın ki, hidrogenləşmə reaksiyası katalizator iştirakındadır, amma bromlu suyu rəngsizləşdirmə katalizator iştirakında deyil. Əzbər yadda saxlayın. Və buradan nəticədə alınacaq C2H6, yəni etan. Alkendən etanın alınması. Alkendən alkanın alınmasıdır. 1 mol alkenimiz özünə 1 mol hidrogen birləşdirərək çevrilir alkana. Əzbər yadda saxlayırıq. Alkenlərimiz özlərinə 1 mol brom birləşdirir. 1 mol su birləşdirir. 1 mol hidrogen halogenid, H-xlor, H-brom, H-yod birləşdirir. Bunları da bilməlisiniz. Keçirik indi bromlu suyun rəngsizləşdirilməsi. Bromlu suyun rəngsizləşdirilməsi dedikdə brom 2-nin etenin üzərinə brom 2 gəlirik və nəticədə bromun biri gəlir 2 qat rabitədəki bir karbon atomuna, biri də gəlir digər karbon atomuna və nəticədə pi rabitə qırılır. Pi rabitə qırılması hesabına da doymuş maddə əmələ gəlir, dibrom etan əmələ gəlir. Daha sonra gəlirik hidrogen halogenidlər və su ilə reaksiyamız. Burada Markovnikov qaydasını biləcəyik. Markovnikov qaydası etilenə tətbiq olunmur. Çünki bizim Markovnikov qaydasını tətbiq etmək üçün əsas şərtimiz o olmalıdır ki, 2 qat rabitədəki karbon atomlarında fərqli sayda hidrogen olmalıdır. Əgər eyni sayda hidrogen olarsa, bura tətbiq olunmur. Fərqli sayda olduqda isə tətbiq olunur. CH2, CH2-də hər iki tərəfində eyni sayda hidrogen atomu var deyə, bura artıq biz tətbiq etməyəcəyik. Fərqli sayda olanlarda isə tətbiq edirik. Yəni, bura mən H-bromu birləşdirəndə fərqi yoxdur da. Hansına birləşirsə birləşsin, eyni maddə. Amma, misal üçün propeni yazırıq. Burada artıq H-bromun birləşməsində hidrogen və bromun fərqi var ki, hidrogen hara birləşir, brom hara birləşir. Ürəyim istəyən kimi birləşdirə bilmərəm. Bilməlisiniz ki, hidrogeni çox olana, brom isə hidrogeni az olana birləşir. Yəni, nəticədə alınır CH3, CH, brom, CH3. Bu qaydaya biz Markovnikov qaydası deyirik. Markovnikov qaydasında hidrogen çox olana, brom isə az olana birləşir. Həmçinin su da olsa HOH yazırıq suyu, hidrogen yenə gedir çox olana, OH gedir az olana. Bu qaydaya deyirik biz
Markovnikov qaydası. Misal üçün sizin üçün yazıram bir dənə buten 1-i, bir də yazıram buten 2-ni. Baxın uşaqlar, çox sual düşür burdan. Bir buten 1, bir də yazıram buten 2. SH3. Misal üçün, mən deyirəm ki, bunların hansının cis və trans izomeri var. Bilməliyik ki, buten 1-in cis və trans izomeri yoxdur, buten 2-nin cis və trans izomeri var. Amma desəm ki, hansı Markovnikov qaydası ilə reaksiyaya girir? Deyirsən ki, buten 1 girir, Markovnikov qaydasına tabe olur. Çünki CH2, CH hidrogen fərqlidir. Amma buten 2 Markovnikov qaydası ilə reaksiyaya girmir. Niyə? Çünki 2 qat karbon atomu, 2 qat rabitədəki karbon atomlarında eyni qədər hidrogen var. Eyni qədər hidrogen olandan Markovnikov qaydası onlara tətbiq olunur. Markovnikov qaydasının tətbiq olunması üçün karbon atomlarında fərqli sayda hidrogen atomu olmalıdır. Bu oldu bizim birləşmə reaksiyalarımız. Sonra keçirik oksidləşmə, yəni yanma reaksiyalarımıza. Alkenlərin ümumi formulu CnH2n olduğuna görə onları yandırdıqda biz bilirik ki, bütün karbohidrogenlərdən karbon qazı və su əmələ gəlir. Əmsallaşdırdıqda karbonun sayı n-dirsə, karbon qazının da qabağına n düşür. Hidrogenin sayı 2n-dirsə, suyun da qabağına n düşür. Oksigenin qabağına onda olacaq 3n/2. Və yaxud da yazıram bura C2H4 plus oksigen qazı. Biz bilirik ki, hidrogenin sayı 4-dürsə, artıq burada əmsala atmağa ehtiyac yoxdur. Ona görə bura CO2 və suyu yazanda artıq burada düşməyəcək. Elə 2-ni gətirib bura qoyuruq. Buradakı 4-ün də yarısını 2-ni bura qoyuruq. Keçən dəfə Rəqsanə bir qayda demişdik alkanlarda. Mən bu qaydanı izah eləyəndə, bəs müəllimə, onda tək sayda olan karbon atomlarında atmaq lazım deyil. Amma cüt sayda olanlarda atmaq lazımdır. Rəqsanə, bax, buna alkenlərə tətbiq eləyə bilməzsən. Niyə? Çünki bax, CH4-də tək cüt sayda, amma onun qabağına 2 atmağa ehtiyac yoxdur. Amma alkan olanda ehtiyac var idi. Deməli, o qayda bütün karbohidrogenlərə tətbiq oluna bilmir. Siz ona görə həmişə hidrogenin sayına görə yadda saxlayın. Hidrogenin sayı 4-dürsə, 4-ə bölünürsə, 4-dürsə yox, 4-ə bölünürsə, ehtiyac yoxdur əmsalına nəsə atmağa. Amma 4-ə bölünmürsə, əmsalını 2 atmalısınız. Bu qayda bütün karbohidrogenlərə tətbiq olunur. Aydın oldu Rəqsanə, amma sənin dediyin burada alkenlərə tətbiq oluna bilməyəcək artıq. Tək sayda, düz sayda, onun əksini verəcək. Ona görə hidrogen kimi yadda saxlayın. Hidrogenin sayı 4-ə bölünürmü? Bölünür. Artıq əmsalı 2 atmağa ehtiyac yoxdur. Amma bura C3H6 yazsaydım, burada artıq hidrogenin sayı 4-ə bölünmürdü. Məcburam ki, bura 2 atım. 2 üçün 6, onda 6 mol karbon qazı və 4 mol su əmələ gəlir. Bunlar da oldu bizim yanma reaksiyamız. Sonra gəlirik oksidləşmə reaksiyasına. Biz dedik ki, alkenlərimizin alkanlarımızdan əsas fərqi ondadır ki, bromlu suyu rəngsizləşdirir. Bromlu suyu rəngsizləşdirmə reaksiyasına da baxdıq. Digər fərqi də odur ki, kalium permanqanat ilə reaksiyaya girir. Kalium permanqanat məhdudunu rəngsizləşdirir və nəticədə 2 atomlu spirt verir. Misal üçün, etileni yazırıq. Üzərinə kalium permanqanatın suda məhlulunu gəlirik. Və reaksiya nəticəsində etilen glikol, bu reaksiya həm də etilen glikolun alınması reaksiyasıdır. Spirtlər dərsində, çox atomlu spirtlər dərsində keçəcəyik. Nəticədə kalium OH və manqan O2 əmələ gəlir. Bu reaksiyamız deməli bizə məlum olur ki, alkenlərimizin kalium permanqanat ilə oksidləşməsindən 2 atomlu spirt verir bizə. Alkenlərimizin başqa bir oksidləşməsi də gümüş katalizatoru iştirakında gedir. Etilen oksidin, yəni epoksidin alınmasıdır. Bu reaksiya da düşür, bilməlisiniz. Daha sonra isə əgər mən gümüş katalizatoru, yəni gümüş duzları iştirakında aparsam, bu zaman etilen oksid alacam. Amma yox, əgər, bax bu da çox düşən sualdır ha. Katalizator kimi götürsəm, misi, dəmirin və yaxud da poladın hər hansı bir duzunu, bu reaksiya nəticəsində artıq alınacaq etanol, yəni asetaldehidimiz.
Bunların fərqini də bilmək lazımdır. Katalizatorumuz gümüş olarsa etilen oksid və yaxud da epoksid, katalizatorumuz mis, dəmir, polad olarsa etanol alınır. Fərqi bundadır. Bu da oldu bizim oksidləşmə reaksiyalarımız. Daha sonra keçirik ki, iki qat rabitəsi olan alifatik quruluşlu karbohidrogenlərimiz, yəni doymamış karbohidrogenlərimiz, alkenlərimiz, alkadienlərimiz polimerləşmə reaksiyasına daxil olur. Pi rabitəsi olan demirəm, çünki benzol sırası karbohidrogenlərində pi rabitəsi var, amma onlar polimerləşməyə daxil olmur. Amma alken, alkin və alkadien, yəni alifatik quruluşlu pi rabitəsi olan birləşmələrimiz polimerləşmə reaksiyasına daxil olur. Polimerləşmə nədir? Çox sayda molekulların birləşərək daha iri molekul əmələ gətirməsinə biz polimerləşmə reaksiyası deyirik. Polimerləşmə reaksiyası üçün monomer olur, reaksiya məhsuluna isə biz polimer deyirik. Aşağısında yazılan N-imiz isə polimerləşmə dərəcəsidir. Misal üçün, deyirik ki, etilenin polimerləşməsi N sayda, yəni bilmədiyim 100 də ola bilər, 1000 də ola bilər. Polimerləşməsi nəticəsində iki qat rabitədəki pi rabitə qırılır, yəni qısaca pi rabitə qırılır və polietilen alınır. Yəni CH2, CH2 radikalları dəfələrlə bir-biri ilə birləşir. Ona görə də bu cür yazırıq. Adı da olur polietilen. Etende karbon atomları sp3 hibrid vəziyyətində idi. Amma polietilendə artıq sp3 hibridləşmə vəziyyətinə keçir. Niyə? Çünki tərkibindəki pi rabitə qırılır. Pi rabitə qırılırsa sp2-dən sp3-ə keçir. Daha sonra gəlirəm propilenin polimerləşməsi. Əsas məsələ budur. Uşaqlara bu çox qarışdırır beyinlərini. Baxın, bunu polimerləşdirəndə uşaqlar deyir ki, baxın belə bir maddə alınır. Uşaqlar, xeyr. O, iki qat rabitə qırılır. İki qat rabitə qırılırsa bu cür maddə alınmamalıdır. İki qat rabitə qırılırsa, bax bu iki karbon atomundan yan xətlər çıxmalıdır. Yəni onlara birləşir dəfələrlə. Ona görə yazıram xət, CH2 xət. Bu CH3-dən xət çıxmır artıq. Onu gətirib aşağıda birləşdirirəm. Yazıram N dəfə. Polipropilenin quruluşu da bu cür olur. Daha sonra etilenin monomeri dedikdə bu yuxarıda yazdığımdır. Propilenin monomeri dedikdə aşağıda yazdığımdır. Təbii ki, burada da CH2 sp2 idi. Amma polipropilində artıq hər biri sp3 hibrid halına keçir. Bu da oldu bizim alkenlərimizin polimerləşməsi. Alkenlərin tətbiqinə gəldikdə polietilendən, polipropilendən, plastik kütlələr, partlayıcı maddələr, antifrizlər, həll-edicilər, asetaldehid, sintetik kauçukun alınmasında və s. geniş istifadə olunur. Bu da olur bizim alkenlərimizin tətbiqi.